göstərirəm və bu möcüzə namazla əlaqədardır. Möcüzə nədir? Deməli, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Bu cür yazılar. İyyəkə nə'budu və İyyəkə nəstə'in. Quran-ı Kərimdə ayə, bir dənə ayədir, Fatihə surəsinin ayəsi. Mənası nədir? İyyəkə təkcə nə'budu, biz sənə ibadət edirik və İyyəkə və təkcə sənə nəstə'in, yardım istəyirik səndən. İndi məsələ budur ki, bunu bax bu cür baxanda, necə baxanda, rəsm kimi baxanda bunlar görsənir. Yəni ki, məna özündən danışır. Nə demək istəyirəm? Baxın, burada 4 dənə düz durmuş insan görürsünüz. Bu 4 rükətlik namazdır əslində. 4 rükətlik namaz belə olur. Əvvəlcə qiyam, sonra rüku, qiyam, səcdə, oturmaq, ikinci səcdə oturmaq. Bir də təkrarləsən sübh namazı, bir daha təkrarləsən şam namazı, bir daha təkrarləsən xüftər namazı. 4 rükətlik namaz bu cür olur. Əməllər budur. Sünnidə, şiədə, vəhabidə fərqi yoxdur. Əməl budur. İndi məsələ budur ki, bu ayədə görsənir. Fikir verin, neçə dənə düz xət görürsünüz, tam düz durmuş. Düz duran insan əyilən, səcdə edən və yaxud da oturan insandan daha çox uzundur, düzdürmü? Daha çox uzun olar da düz durub. İndi gəlin baxaq. Baxın. Düz duran varlığa baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8. Tam məsələn, bu kəf hərfinin bu həmzəsidir. Həmzə də yuxarıda durur. Kəf hərfinin özü də uzundur. Əlif hərflər də uzundur. Yuxarıda durur hamısı. 6 dənə. Neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə. Burada neçə dənə görmüşdük? 8 dənə. 4, 4, 8. Neçə dənə səcdə görsənir? Yenə 8 dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə səcdə. İndi görək səcdəni əvəz edən nöqtələr neçə dənədir? Aşağıdakı nöqtələr. 1, 2, 3, 4, 5, 6, 7, 8. Əslində nun hərfinin nöqtəsi harada olmalıdır? Yuxarıda. Amma nun hərfinin müstəqili ilə axırda gələn formasının nöqtəsi aşağıda olur. Çox yuxarıda olmur. Fikir verirsiniz, 8 dənədən aşağıda nöqtə gördük. Təsadüfən də 8 dənə elə səcdəmiz var. Sonra neçə dənə rüku var? 4 dənə. 4 rükətlik namazda 4 dənə. Arasında bir dənə. Neçə dənə əyilmiş varlıq görürük? Dəl hərfi əyilib, vav hərfi əyilib, ayn əyilib. Burada da ayn hərfi əyilib. Sanki ayn hərfi, fikir verin, əlin dizinə qoyub, əyilib, əlin dizinə qoyub. Vav hərfi sanki əyilib. Dəl hərfi əyri yazılır, özünüz bilirsiniz də onu. 4 dənə. Sonra ona görə yaşılla yazmışdım. Bunu da yaşılla yazarım ki, biləsiniz. Neçə dənə oturan var? 4, 4. 8 dənə oturan var. İndi görək, neçə dənə yerdə oturmuş varlıq görsənir. Baxaq. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə də oturan görsənir. Birinci oturan kəf hərfinin quyruğu, ikinci oturan nun hərfi, üçüncü oturan kəf hərfinin quyruğu, dördüncü oturan nun hərfi, 5-ci, 6-cı, 7-ci oturanlar sin hərflərin xətləri və tə hərfi. Fikir verirsiniz, yəni oturanlar da desəz, axı bə yə hərfi bu səcdiyə aid idi, görürsünüz. Bəs bu yə hərfini niyə demədin? Səcdiyə aid idi. Görürsən, ona görə qırmızı eləmişəm. Niyə bə hərfini demədin? Axı oturan oxşuyurdu. Səcdiyə aid idi, görürsünüz. Yə hərfi də onun kimi. Yəni, İyyəkə nə'budu və İyyəkə nəstə'in nə deməkdir? Təkcə sənə ibadət edirik və tək səndən yardım istəyirik. Əslində ayə elə özü göstərir. Nəyi göstərir? Rəsm kimi də göstərir 4 rükətlik namazı. Yəni 1500 ilə yaxındır, 1400 ildən çoxdur. Məndən başqa heç kim bunu görməyib.
mən məqsədim təkəbbürlük deyil, alimlərin ayağının tozu deyiləm. Amma həmən o alimlər heç birisi görmür. Nə sünnüsü, nə şiəsi, nə vəhabisi və bütün bunlar hamısı elə bütün İslamın hamısı üçün bir gözəllikdir. Yəni buna nə sünni, nə şiə, nə vəhabi qarşı çıxmaz. Çünki bu nə deməkdir? Sən demə, Qurani-Kərim rəsm kimi və ya rəqəmsal sistem kimi yenə özünü təsdiqləyirmiş və salavat və salam olsun Həzrəti Peyğəmbərimiz Muhammedə və pak əhli beytinə. Elhamdülillahi Rabbil aləmin və salam olsun sizlərə.